Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayında ən çox verilən suallardan biri də belədir. İstərsə bilərəkdən, istərsə də bilməyərəkdən söyüş söymək orucu batıl edirmi? Və ya söyüş söymək insan ömrünün azalmasında, qısalmasında təsiri varmı? Bu suallara cavab verməkdən ötürü biz İslamda birinci mənbə olan, əsas mənbə olan Müqəddəs Quran-Kərimə baxmalıyıq. Müqəddəs Quran-Kərimə baxanda görürük ki, bu müqəddəs kitabda orucu batil etmək haqda 3 şey gəlib. İçmək, yemək və bir də cinsi əlaqə. Bu 3 şeydən başqa orucu batil etmək haqda Müqəddəs Quran-Kərimdə heç bir şey yoxdur. Onun üçün də üst tuturuq səhih hədislərimizə. Səhih hədislərimizdə orucu batil edən şeylər içərisində söyüş söymək haqda heç bir şey yoxdur. Belə olan halda hansı nəticə gəlir? Belə olan halda nəticə belə olmalıdır. Nə Müqəddəs Quran-Kərimdə, nə də səhih hədislərimizdə söyüş söymək haqda orucu batil edilməsində bir şey gəlməyibsə, deyilməyibsə, onun üçün heç kim deyə bilməz dəqiq şəkildə söyüş söymək orucu batil edir ya yox. Bəli, ümumi götürsək İslam şəriətində söyüş söymək haram buyurulub. Söyüş söymək olmaz. Ömrün qısa olmasında, azalmasında söyüşün təsiri. Yenə də Müqəddəs Quran-Kərimə baxanda görürük ki, bu haqda heç bir şey yoxdur. Səhih hədislərimizə də baxanda yenə görürük bu haqda bir şey yoxdur. Ona görə də həm Müqəddəs Quran-Kərimimizdə, həm də qəbul etdiyimiz səhih hədislərdə bu haqda bir şey gəlməyibsə, heç kim özündən nəyisə ixtira edib deyə bilməz. Bəli, ümumi götürsək İslam qaydalarında, İslam şəriətində insana təsir edən şeylər vardır, ümumi. Amma ayrıca söyüş söyməyin insanın ömrünün azalmasına, qısalmasına təsir etməyi haqda heç bir şey yoxdur, nə Quran-Kərimdə, nə də səhih hədislərimizdə. Bəli, mənəvi nöqteyi nəzərdən götürsək, əxlaqi nöqteyi nəzərdən götürsək, söyüş söymək doğru deyil. Ümumi insana təsir edən şeylər ki var, zararlı şeylər, onları ki etmək olmaz, onlardan uzaq durmaq lazımdır, onlardan kənar qaçmaq lazımdır. Onların içində ola bilsin, söyüş söymək də gedir. Amma açıq tam şəkildə heç yerdə göstərilməyib ki, söyüş söymək insan ömrünün azalmasında, qısalmasında təsiri var. Necə ki, orucun batil etmək məsələsində nə Müqəddəs Quran-Kərimdə, nə səhih hədislərimizdə ayrıca bu haqda bir şey olmadığına görə insan ömrünün azalması, qısalmasında da belə bir şey göstərilməyib, gəlməyib. Bəli, mənəvi nöqteyi nəzərdən götürsək, bizlərə ki 5 şey vacib buyurulub: həcc, cihad, namaz, zəkat və oruc. Biz nə üçün xumus veririk? Varımız var, dövlətimiz var, pulumuz var. Maddi nöqteyi nəzərdən zənginik, mənəvi nöqteyi nəzərdən də özümüzü pak etməkdən ötürü, təmizləməkdən ötürü biz xumus veririk. Xumus verməyimizlə özümüzü mənəvi cəhətdən paşlayırıq, təmizləyirik. Namaz qılırıq. Nə üçün? Allaha daha çox yaxınlaşmağımızdan ötürü, Allah Taala'nın bəyənmədiyi bütün şeylərdən uzaq olmaqdan ötürü, bəyənilməyən pis şeylərdən uzaq olmağımızdan ötürü, oruç tuturuq. Nə üçün? Nə üçün vacib buyurulub? Təqvalı olmağımızdan ötürü. O nöqteyi nəzərdən söyüş söyməməkdə mənəvi cəhətdən bizləri zənginləşdirir. Ona görə də çalışayın, hətta müəyyən situasiyalarda, o çıxılmaz vəziyyətlərdə bəzən bilmədən qeyri-ixtiyari adamın ağzından nəyisə çıxır, ona da yol verməyək. Səbirli olay, dözümlü olay, iradəmizi biraz da möhkəmləndirək, elə vəziyyətlərdə də çalışıb ağzımızdan söyüş çıxartmayaq inşallah. Allah qıldığınız namazları, tutduğunuz orucları
Cəmam etdiyiniz ibadətləri qəbul etsin inşallah.